1992-ci ilin soyuq fevral günü idi. Xocalı sakinləri adi günlərdən birini yaşayırdılar. Lakin heç kəsin ağlına gəlməzdi ki, gecənin qaranlığında, soyuq qış gecəsində erməni terrorçuları əli yalın insanlara hücum edəcəklər. Fevralın 25-dən 26-sına keçən gecə erməni qəsbkarlarının Xocalıya hücumu ilə dəhşətli hadisələr başladı. Erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum etdilər. Şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində meşələr, buz donmuş çaylar, sular demədən qaçmağa çalışdılar. Ermənilər isə dinc sakinləri, qoca, körpə, qadın, kişi demədən güllə baran edirdilər. Tutduqları əsirlərə tarixdə görünməmiş min bir əzab verirdilər. Qadınların belinə qaynar simovar bağlayaraq qaçırdırdılar ki, tökülən qaynar su onları yandırsın. Körpə uşaqların qulağını kəsib analarına yedirdirdilər. Uşaqların analarının gözü önündə onların gözlərini çıxarırdılar. Yaşlı insanları tankların arxasına bağlayıb sürüşləyirdilər. Onlarla uşağı dəmir borunun içərisinə doldurub təpədən aşağı atdılar. Bir sözlə, dinc insanlara qarşı edilən işgəncə və zülmü izah etməkdə belə çətinlik çəkirsən. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoydu. 1375 dinc sakin əsir götürüldü. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst oldu. 8 ailə bütünlüklə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Bütün bu faciələrdən sonra Azərbaycan xalqı Xocalı soyqırımının 33-cü il dönümünü artıq başını dik tutaraq yad edir. 2020-ci ilin sentyabrın 27-sində başlanan və noyabrın 10-nadək davam edən Vətən müharibəsində Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edərək zəfərə nail oldu. Ermənilərin hücumu zamanı Xocalıdan anaların qucağında qayıdan körpələr geri Xocalıya tank üstündə qayıtdılar. Bununla da Xocalı soyqırımının qisası döyüş meydanında alındı. Qarabağ Azərbaycandır.